Fərəngiz Məhərrəmova, pedaqoq-psixoloq, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi. Bugün inşallah Qurani-Kərimin qiraəti, onun həm ərəbcə, həm azərbaycanca oxunuşu haqqında danışmaq istəyirəm sizinlə. Bəqərə surəsi 185-ci ayədə Rəbbimiz Qurani-Kərimin məhz Ramazan ayında nazil olduğunu bildirir. Bizə buyurur: İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlillərlə aydınlaşdıran, haqqı batildən ayıran Qurani-Kərim məhz Ramazan ayında indirilmişdir. Bundan əlavə bir başqa ayədə də Qurani-Kərimin Qədr gecəsində nazil olduğu bizə bildirilir. Qədr gecəsi də Ramazan ayının son 10 gecəsinə təsadüf edir və buradan aydın olur ki, Qurani-Kərim məhz Ramazan ayında inmişdir. Ona görə də Ramazan ayına Quran ayı demək olar. Bu səbəbdən də müsəlmanlar Ramazan ayında Quranı hər gün oxumağı tərcih edirlər. Və ay ərzində Quranı xətm etmək, hətta bəziləri bunu bir neçə dəfə xətm etməyə cəhd edirlər. Bu çox gözəl əməldir. Bəyəniləndə əlbəttə ki, Qurani-Kərimi ərəbcə xətm etmək, oxumaq, tilavət etmək böyük savabdır əlbəttə ki. Amma onu anlayaraq oxumaq, onu dərk etmək və əlbəttə ki, həyatımıza tətbiq etmək, bu isə Allah buyruğudur. Bəqərə surəsi 242-ci ayədə Allah bizə sizə ayələrimi bu cür anlaşdırıram ki, düşünüb dərk edəsiniz buyurur. Yəni bizim Quranı oxuyub dərk etməmiz Allah tərəfindən buyurulmuş əmrdir. Dərk etmək üçün də əlbəttə bir çoxlarımız ərəb dilini, xüsusən Quranın nazil olduğu klassik ərəb dilini bilmədiyimiz üçün bugün bizə Allahın lütfüdür ki, artıq əlimizdə mərhum akademiklər Vasim Məmmədəliyev, Ziya Bünyadovun, eyni zamanda Əlixan Musayevin və bir çox müəlliflərin mənaca Quran tərcümələri var. Və Quran tərcümələri bugün dünya dillərinin bir çoxunda var və insanlar, xüsusən müsəlmanlar bu kitablardan istifadə edib Quranı öz dillərində, anladıqları dildə oxuya bilirlər. Qurani-Kərim nazil olmağa başlayarkən ilk kəlmə İqra kəlməsi ilə nazil olmağa başladı. İqra oxu deməkdir. Və biz Quranı həm ərəbcə, həm də anladığımız dildə oxumağa cəhd etməliyik. Allahın bizə buyurduğu bir nömrəli ibadət oxumaqdır, təhsil almaqdır. Buna görə də Qurani-Kərim nazil olarkən Allah məhz bu əmrlə onu nazil etməyə başladı. Oxu dedi, namaz qıl yox, oruç tut yox, hicab bağla yox, məhz oxu dedi. Yəni ki, bu əmr bir nömrəli əmrdir. Hər müsəlmanın borcudur ki, oxusun, elm öyrənsin və oxuduqlarını, yəni Qurani-Kərimdən öyrəndiklərini əlbəttə ki, həyatına tətbiq etsin. Əl-Ənfal surəsi 2-ci ayədə oxuyuruq. Möminlər yalnız o kəslərdir ki, onlara Allahın ayələri oxuduğu zaman bu onların imanlarını artırar. İmanımızın artması üçün, yəni Quranı oxuyarkən bizim imanımızın artması üçün əlbəttə ki, onu anlamalıyıq. Anlayaraq oxumalıyıq. Buna görə də onun məhz anladığımız dildə, istəyir Azərbaycan dilində, istəyir başqa dildə, kimə hansı dildə anlamaq rahatdırsa, o dildə əlbəttə ki, oxumaq vacibdir. Bu Allahın əmridir, buyruğudur. Və biz müsəlmanlar, möminlər çalışmalıyıq ki, Quranı həm oxuyaq, həm öyrədək və özümüzdən sonraki nəsillərə bu ibadəti çatdıraq.